Salam, kanalıma, videoma xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız. Bugün dərs videosu ilə qarşınızdayım. Bu arada bir neçə saat əvvəl sizin üçün planım haqqında danışdığım bir videonu paylaşmışam. Onu da izləyə bilərsiniz. Yəni əvvəlki planım nə idi və sonradan dəyişdim, necə bir plan qurdum və niyə görə dəyişdim, bu haqqda danışmışam. Amma gəlin üstündən biraz da olsun keçək ki, mən demişdim ki, 2 ay ərzində sadəcə tarix oxuyacağam. Amma sonra qərarımı məcbur dəyişməli oldum. Çünki tarix elə bir fəndir ki, siz bunu nə qədər oxusanız da, test işləsəz, yenə də unuda bilərsiniz. Ona görə də 2 ayımı tarixə hədər eləmək istəmədim. Yəni sırf 5-6 dərs götürərəm, hər gün tarixdən öyrənərəm və toplu şəkildə öyrəndiyim üçün həm onları qarışdıracağam, həm də unutma ehtimalım o qədər çoxdur ki, çünki 5-6 dərs öyrənib yoruluram və onun testini yenə də işləyə bilmirdim. Ona görə yeni bir cədvəl qurdum ki, məsələn, dərsləri həftədə, yəni Azərbaycan dili, tarix, ədəbiyyat, ingilis dili bu şəkildə bölüm. Yeni bir cədvələ gedəcəyik və bundan sonraki videolarda, dərs videolarında sadəcə tarix yox, digər fənləri də görəcəksiniz inşallah. Bugün tarixdə harda qalmışdım, onu belə xatırlamıram. Ona görə telefonu açıb, telefonda elə kitabı açıb baxacağam. 6 bazar heç nə oxumamışam. Həftə içi çox yorğun olduğum üçün 6 bazar o qədər faydasız keçirmişəm ki, utanıram. Yəni cədvəldə qurduğum heç bir şey eləməmişəm. Amma bugün onun acığına çıxacağam inşallah. Saatımızı sizə göstərim hər zaman kimi. İlk saatımızdan başlayaq. 01:14. Yəni saat 2 işləyir. Bugün gec başlamalı oldum. Çünki sizin üçün video paylaşdım. Həmin elə çəkdim, editlədim, paylaşdım deyə vaxt çox getdi və tam istirahət edə bilmədim. Bugünə görə bizim cədvəlimizdə hansı dərslər var? Azərbaycan dili, bir də Azərbaycan tarixi. İnarsınız, tarix oxumaqdan artıq iyrənmişəm. Həqiqətən, yəni ancaq tarixə vaxt sərf elədim və artıq tarixdən iyrənirəm. Tarixdən baxaq ki, biz harda qalmışdıq? Unutmuşam, inanırsınız. Baxıram ki, bəzi məlumatları unutmuşam. O qədər ürəyim sıxılır ki. Nəsə eybi yox, təkrarla, testdən həll eləyəcəyik inşallah. Bugün isə bizim dərsimiz Səlcuqların hakimiyyətidir. Azərbaycanda Səlcuqların hakimiyyətidir. Bunu oxuyacağım. Səhifəsi neçə səhifədən baxın. Az deyə, əslində heç bir sayılmaz xəritə var. Göstərim sizə. Budur, bu səhifə. Bu. Bura. Biraz var, amma çox deyil məncə. Ona görə də öyrənə bilərik. Birinci vərəqə yazaq ki, bugün ayın əslində 16-sıdır, amma biz 15 yazacağıq. Çünki dünən dərsini oxuyuruq. Ona görə də yazıram 15 iyun. Azərbaycan tarixi, Səlcuqlar. Gəlin birinci izah yazaq. İzah, sonra öyrənməkdir. Azərbaycan dilindən də sifətdə qalmışdım. Sifətin izahına baxacağım. Mən qayda oxuya bilmirəm, ürəyim sıxılır qayda oxuyanda. Ona görə də birinci sifətin qaydasına baxacağım. Daha sonra testini işləyəcəm inşallah. Əgər çatsa, vaxt çatsa, Səlcuqların testini istəyirəm. Çünki test olmasa dərs həqiqətən möhkəmlənmir. Səlcuqlar test. Amma əgər vaxt qalsa bunu eləyəcəm. Bir əslində tarixin bəzi məlumatlarını burada unutduğum üçün ürəyim sıxılır. Amma eybi yox da. Təkrar eləməmişəm, bu da var. Testini işləməmişəm. Oturub indi Səlcuqların izahına baxacağım. Daha sonra dərs öyrənməyə keçəcəyik. İlk 10 illiyindədir. İlk yürüş. Bu əsasən lazım olacaq bizdə MİQ və sertifikasiya hazırlaşanlarımız üçün. Deməli, izaha baxıram və müəllim deyir ki, siz Səlcuqların ümumi tarixini tanırsınız, orada oxumusunuz və oradakı dərsdən heç də fərqlənmir Azərbaycan tarixində olan mövzu. Mən ümumi tarixdə Səlcuqlara gəlib çatmamışam. Azərbaycanda Səlcuqların hakimiyyətini öyrəndim. Burada sadəcə Səlcuqlardan yox, eyni zamanda 11 və 12-ci əsrlərdə Şirvanşahlar dövlətindən, Kəsranilər sülaləsinin hakimiyyətindən danışılır. Yəni bu dərs o qədər çətin deyil, normal dərsdir. Həm uzun deyil, həm də ki, rahat dərsdir. Düzdür, hökmdarlar var, amma onların dövründə çox hadisələr baş verməyib deyə yadda saxlamaq olar. Bir də ki, məsələn, burada necə yadda saxlaya bilərsiniz? Məsələn, Səlcuq sultanı, Səncərin hakimiyyətliləri Nizaminin əsəri var idi. Orada Sultan Səncər və Qara gəlib Sultan Səncər haqqında şikayətlərini bildirirdi və yaxud da zülm eləməsindən kim məsələlər ön plana çıxırdı və burada yada saxlaya bilərsiniz ki, Səncərin hakimiyyət dövründə heç bir yaxşı şey olmayıb, üsyanlar bürüyüb, ölkə müstəqil dövlətləri Atabəyliklərə parçalanıb. Yəni
yaxşı olmayan şeyləri Səlcuq Sultanı Səncər hakimiyyət dövründə götürürük. Amma ümumən Səlcuqların Azərbaycana gəlməyi pis bir şey deyil. Harda nə yaxşı şey varsa onu görüb götürürük. Şirvanşahlar dövlət də çətin deyil. Kəsranilər sayəsində hakimiyyətidir. Məzədilər gedir, kəsranilər gəlir. İndi bu dərsin testini işləyəcəm. Kitabda Şirvanşahlarla Səlcuqların gəlişini bir veriblər deyə bir yerdə işləyəcəm. Atabəyləri də bir veriblər. Amma şükürlər olsun ki, Atabəyləri bir mövzu olaraq eyni testin içində ayırıblar. Deməli, tarixdən testi işlədim. İndi isə keçim Azərbaycan dilinə, sifətə. Sifətin izahına baxmaq istəyirəm. Oxuya da bilərəm, fərqi yoxdur. Yəni, sifət çox qəliz bir bölmə deyil. Sifətə baxıb, daha sonra testini işləyəcəm. Getdik. Sifətin izahına baxdım, bitirdim. İndi testə keçəcəm. Bu arada, bu bilmirəm, əvvəl də belə idi. Yəni, bəlkə də mən qarışdırıram, mən unutmuşam bəlkə də. Burada indiki toplularda mövzular bölmə-bölmə ayrılır. Məsələn, sifətin quruluş növləri verilib 51 testi. Bu 51 testdən sonra müqayisə dərəcəsi gəlir. Sonra digər başlıqlar altında digər suallar gəlir. Bilmirəm ki, bu əvvəl də belə idi. Yəni, mən də test işləyəndə belə haldaydı. Ya mən unutmuşam bunu. Tam dəqiqətində deyil. Amma elə bilirəm ki, bunlar yenidir. Yəni, əvvəllər belə bölmə-bölmə ayrılmırdı. Bu arada birinci sifətin quruluş növləri gəlir, 51 testi. Bunu işləməyə çalışacağım. İstəyirəm ki, bu 51 dən testi bitirim. Hətta nəyə ki 51 qarışdırmışam. 61 dənə testi, 61 dənə testi bitirməyə çalışacağım. İnşallah ki, bitirərəm. İndi 04:48-dir saat və testi mən telefonda işləyəcəm. PDF-dən baxıb işləyəcəm. Toplunu almamışdım. Əsasən oxunmalı kitabları alıram. Çünki PDF-dən kitab oxumaq həqiqətən göz yorur deyə testlərə çox ehtiyac duymadım. İndi isə gəlin keçib test işləyək. Bu arada artıq hava aydınlanıb və mən artıq şükürlər olsun ki, saatı tamamladım və bu zamana qədər düzdür. Biraz boş vaxtımı keçirsəm də, bəzən TikTokda gəzsəm də, amma ümumi götürəndə faydalı bir zaman oldu mənim üçün. Ən azından tarix oxudum, testini işlədim, Azərbaycan izaha baxdım, testini işlədim və sabah yolda gedəndə də davam edəcəm tarix oxumağa. Gəlin özümü döndərib sizinlə danışım. Sabah tarix oxumağa davam edəcəm yolda gedəndə. Boş vaxtım olan kimi tarixi təkrarlayacağım. Eyni zamanda sabah ingilis dili və ədəbiyyat dərsidir məndə. Onun da videosunu sizin üçün çəkəcəm. Çünki uzun müddət tarix çəkirdim deyə düşünürəm ki, fərqlilik olsun bizim üçün və ədəbiyyatla ingilis dilində çəkim. Sadəcə bir problem var ki, mən ingilis dilini hardan öyrənəcəyimi bilmirəm. Necə? Yəni qrammatikanı bilirəm, toplu var, testlər eləyə biləcəyimi bilirəm, müəllimləri bilirəm ki, kimlərin izahına baxa bilərəm. Sadəcə lüğəti hardan öyrənə bilərəm, hardan tapa bilərəm və yaxud da müəllimlər sizə nə tapşırırlar, onlara mənə desəz çox şad olaram. Eyni zamanda ədəbiyyat da sizin üçün sabah çəkəcəm. Ədəbiyyat mənim üçün daha maraqlıdır. İnanın ki, ədəbiyyatı öyrənmək tarixdən daha yaxşı olacaq. Ona görə də tez bir şəkildə yatıb, səhəri açıb, düzü səhəri açmışıq, amma tam olaraq işli səhəri açıb, İnşallah ki, vlogu sizin üçün çəkəcəm.
Bilmirəm bu videolar sizin üçün maraqlıdır ya yox. Yəni ümid edirəm ki, sıxılmırsınız. Sadəcə başqa fərqlilik nə edə bilərəm sizin üçün bilmirəm. Yəni dərs videosudur. Fərqli bir şey eləmirəm deyə dərs necə oxuramsa sizə o cürdə yansıdıram, göstərirəm. Və ümid edirəm ki, sizə motivasiya verirəm. Bu videoda, vloqda sizlə sağollaşıram. Növbəti videolarda, vloqlarda görüşənədək hələlik.